Salam, İnvest Akademiya kanalına xoş gəlmisiniz. Bugün investisiya dünyasında uğur qazanmış investorların xüsusiyyətlərinə nəzər salacağıq. Hansı davranışlar və psixoloji yanaşmalar uğurlu investorlara kömək edir? Gəlin bu suala cavab tapaq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. İnvestisiyada uğurlu olmaq üçün yalnız texniki biliklər yetərli deyil. Əsasən psixologiya, qərar qəbul etmə bacarığı və risk idarə etmə qabiliyyəti kimi amillər mühüm rol oynayırlar. Bəs uğurlu investorların xüsusiyyətləri hansılardır? 1. Səbirli olmaq. Uğurlu investorlar uzun müddətli perspektivdə hərəkət edirlər. Onlar bazarların qısa müddətli dalğalanmalarına aldanmazlar. İnvestisiya bir marafondur, sprint deyil. Əgər sizin investisiyaya məqsədiniz sabit gəlir və uzun müddətli artımdırsa, səbirli olmalı və bazarın təbii dövrlərini qəbul etməlisiniz. 2. Emosional qərarlardan çəkinmək. Bazarın qısa müddətli dalğalanmalarına görə sərmayəçilər tez-tez emosional qərarlar verirlər. Bu isə böyük səhvlərə səbəb ola bilər. Uğurlu investorlar emosionallıqdan uzaq durub, məntiqi və analitik yanaşmalarla qərarlar qəbul edirlər. Misal üçün, bazar çöküşü zamanı çox sayda insan satır. Lakin uzaq görən investorlar alım fürsətləri görürlər. 3. Riskləri idarə etmək. Hər investisiya risklə gəlir. Amma uğurlu investorlar bu riskləri idarə etməyi bacarırlar. Onlar riskləri öncədən qiymətləndirir və portfellərini balanslaşdırmaq üçün diversifikasiya edirlər. Diversifikasiya bütün yumurtaları bir səbətə qoymamağa bənzəyir. Bunu etməklə siz özünüzü lazımsız risklərdən qoruyacaqsınız. 4. Daima öyrənmək. Uğurlu investorlar daima öyrənirlər. Onlar yeni tendensiyaları izləyir, bazarları analiz edir və investisiya strategiyalarını təkmilləşdirirlər. Mütəmadi olaraq öz biliklərini artıraraq daha yaxşı qərarlar verməyə çalışırlar. Misal üçün, siz Invest Akademiya kanalında videoları izləyə bilərsiniz. Burada siz investisiyaya aid 100-dən çox video izləyə bilərsiniz. Öyrənməyi dayandırılması bu sahədə uğur qazanmağın ən vacib amillərindədir. 5. Planlı olmaq. Uğurlu investorlar hər bir qərarını yaxşı düşünmüş planlara əsaslanaraq verirlər. Onlar sərmayə məqsədlərini və strategiyalarını əvvəlcədən müəyyənləşdirirlər. Hər hansı bir səhv və ya sürətli qərar verilmədən əvvəl ətraflı analiz və düşünmə prosesi aparırlar. Düzgün strategiyanın əvvəlindən seçilməsi bu sizin investisiya hədəflərinizə uyğun olmalıdır. 6. Qəbul edə biləcəyimiz məğlubiyyətlər. Hər zaman qazanmaq mümkün deyil. Uğurlu investor itkiləri qəbul etməyi və onlardan dərs çıxarmağı bacarırlar. İntizamlı olmaq və səhvlərdən dərs götürmək uğurun açarlarından biridir. Hər bir addım atmaqda öncə siz risk tolerantlığınızı müəyyən etməlisiniz və buna görə hərəkət etməlisiniz. Düzgün qərar verildikdə hər hansı bir uğursuzluq sizin üçün fatal olmayacaq və sadəcə təcrübə olaraq yadınızda qalacaq. 7. Disiplinli olmaq. Uğurlu investor sərhədlərini müəyyənləşdiriblər. Bu sərhədləri riayət edirlər. Onlar həm risklərə qarşı, həm də emosiyalara qarşı intizamlı olurlar. Satış və alış qərarları müəyyən bir plan əsasında edilir. Hətta bazar dalğalanmalarına olsa belə, emosiyanın düzgün idarə edilməsi barəsində sizə ayrıca video hazırlamağı düşünürük. Əgər bu mövzu sizə maraqlıdırsa, rəylərdə bunu qeyd edin və biz bu iş üzərində sürətlənəcəyik. İndi isə sizə uğurlu investor olmaq üçün nəyi etməyinizi deyim. Birincisi, qısa müddətli spekulyasiya etmək. Bir çox yeni investor sürətli qazanc əldə etmək istəyir, lakin qısa müddətli spekulyasiya çox risklidir və bəzən böyük itkilərlə qarşılaşa bilərsiniz. Əgər məqsədiniz uzun müddətli sərmayədirsə, bu yanaşmadan qaçınmaq daha yaxşıdır.
Qısa müddətli alışlar üçün bizim Telegram kanalımızı izləyə bilərsiniz. Biz orada mütəmadi olaraq maraqlı səhmlər barəsində məlumatlar bölüşürük. 2. Panika vəziyyətində qərar vermək. Bazar çöküşləri zamanı çox sayda investor panikaya düşür və səhmlərini satır. Bu tip davranışlar uzun müddətli zərərlərə səbəb ola bilərlər. Əgər bazar hərəkətləri sizin sərmayə məqsədlərinizə uyğun qalırsa, qorxmaq lazım deyil. Panikaya düşmək yalnız zərər etməyə yol açır. Soyuqqanlı olmaq və strategiyanıza uyğun hərəkət etməlisiniz. 3. Həddindən artıq riskə getmək. Yüksək riskli aktivlərə sərmayə qoyarkən balansı qorumaq vacibdir. Həddindən artıq riskə getmək hər zaman böyük itkilərə gətirib çıxara bilər. İnvestisiya portfelinizdə müxtəlif aktivlərə yer vermək riskləri azaltmağa kömək edir. Yüksək riskli aktivlərə portfelinizə maksimum 10% yönəltmək olar. Bu barədə daha ətraflı videonu kanalımızda izləyə bilərsiniz. Keçək nəticələrə. Uğurlu investorlar səbirli, disiplinli və daimə öyrənən şəxslərdir. Onlar bazar dalğalanmalarına məhəl qoymadan uzun müddətli hədəflərinə doğru irəliləyirlər. Onlar emosionallarda uzaq dururlar və investisiya qərarlarını analitik yanaşmalarla verirlər. Əgər bu xüsusiyyətlər özünüzdə inkişaf etdirə bilmirsinizsə, investisiya dünyasında uğurlu olma ehtimalınız az olacaq. Uğurlu investisiya etmək üçün bu prinsiplərə riayət etmək vacibdir. Qərar vermə prosesi vaxtla gələn təcrübə və möhkəm psixologiya tələb edir. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizə əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Unutmayın, investisiya etmək üçün düzgün yanaşma və məlumatlı olmaq önəmlidir. Videonu bəyəndinizsə, kanala abunə olmağı unutmayın. Sual və ya fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Bizi Instagram və Telegramda izləyin. Linklər videonun təsvirində olacaq. Tezliklə görüşənə qədər sağ olun.